Zəngəzurda mövqelərə qalxan erməni hərbçiləri bəzi postlarda Azərbaycanlılar tərəfindən yoxlanılır. Konkret Ordu Az-Aza istinadla məlumat verir ki, bunu Ermənistanın Hayakve Birliyinin şura üzvü erməni siyasi xadib Avetik Kerobyan bildirib. Faktlar var, həmin mövqelərin yerlərini də bilirəm. Bizim əskərlər Azərbaycan ordusunun nümayəndələri tərəfindən yoxlanıldıqdan sonra postlara buraxılırlar. Azərbaycanlılar 2 günlük ərzaqdan və 2 daraqdan artıq sursat keçirməyə icazə vermirlər. Növbəni əvəz edəcək əskər gələnə qədər həmin mövqeydə duranları buraxmırlar. Təkrar edirəm, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan döyüş mövqeylərində Azərbaycanlılar erməni əskərlərini yoxlayır və yalnız bundan sonra yuxarı qalxmağa icazə verirlər. Həmin uşaqları girov kimi saxlayırlar, Kerobyan qeyd edib. Onun sözlərinə görə, həm Ermənistan Müdafiə Nazirliyi, həm də baş qərargah məsələdən çox yaxşı xəbərdardır. Söhbət Zəngəzur vilayətindəki Qaragöl ərazisində Ermənistanın nəzarətində olan mövqeylərdən gedir. Üzücüdür, ancaq döyüş başlasa, bizim uşaqlar əsir düşəcək ya da daha pis olacaq. Orada bizim hərbçilər alçaldıcı vəziyyətdən keçir və bu barədə Müdafiə Nazirliyi bilir. Azərbaycanlılar əskərlərimizi hətta ciblərinədək yoxlayırlar, deyə Kerobyan bildirib.